Gəncə stadionunda 3-cü MDV oyunlarının bağlanış mərasimi keçirilib. Bugün TV-nin məlumatına görə, gecədə səhnəyə çıxanlar arasında uzun illər sənətdən uzaqlaşan Avroviziya təmsilçimiz Aysel Teymurzadə də yer alıb. Müğənni səhnədə Avroviziyada oxuduğu məşhur Always mahnısını səsləndirib. Ayselin geyimi isə bir neçə gündür müzakirə obyekti olub. Belə ki, sosial şəbəkədə onun səhnə paltarı tənqid edilib. Gecə üçün parıltılı korset və şalvar seçən Ayselə tərzi yaraşdırılmayıb. İzləyicilər geyimin həm onu artıq çəkili göstərdiyini, həm də səhnə üçün olmadığını yazıblar. Hüsniyə Salmanova, Bugün TV.